Hə, İsrail-İran müharibə 14 günə başa çatdı. 12 günə deyək. 12 günə başa çatdı və çox maraqlıdır ki, Tərlan müəllim, hər iki tərəf deyir ki, biz zəfər çaldıq. Hətta üç tərəf. Hə, hamısı bayram eləyirlər. Çox maraqlıdır ki, bax yaxın qonşuluğumuzda İran bizə yaxın qonşu ölkədir, dost ölkədir. Orada hətta küçələrə çıxıb belə bayram eləyirlər. Çox baxaq, İranın bir neçə generalı öldürüldü. Çox böyük sayda. Çox böyük, bəli, generalları öldürüldü, alimləri öldürüldü. İsrail tərəfindən öldürüldümü ümumiyyətlə? İsrail tərəfindən deməli həmin o məlum 2 il öncə baş verən hadisələrdə mən bildiyim qədər İsrail mətbuatında 2 general elə üzr istəyirəm alt paltarında həmin o Həmasçılar tərəfindən uğurlanmışdılar, bu günə də qaytarılmış. Yəni belə hadisələr olur və bu döyüşlərdə də İran tərəfinin verdiyi məlumata görə bir İsrail generalı öldürülür. Bir nəfər İsrail. Bir general, amma məsələ bundadır ki, İsrail hər iki ölkə təsdiqlədi qapalıdır. Hər iki ölkə qapalıdır. Amma İsrail tərəfinin daha çox bu müharibədə qapalı olması, yəni onun təcrübəsi var. Yəni İrandan hardasa məlumat ala bilirdik. Amma İsraildən qətiyyən məlumat almaq olmur, çünki belə də olmalıdır. Yəni hər tərəfli şəkildə deməli qoyulmuşdu qadağalar. Bundan sonra yəqin ki, məlumat olacaq ki, hansı nə qədər. Tərlan müəllim, məni maraqlandıran nədir? Yəqin bu sual tamaşaçılarımızı da maraqlandırır. Bax, hər iki tərəf öz zəfərini qeyd edir, amma əslində zəfər kimdədir, hansı tərəfdən bilmirik də. Yəni Bətrə xanım, bu sual mən anladım sizi. Aha. O həqiqəti mən özüm üçün belə deyirəm. Kim istəyər razılaşır, kimsə. Mənə elə gəlir ki, burada udan tərəf, qazanan tərəf ki, elə bizim qonşular oldu, İranın qonşuları, dünya oldu. Niyə görə? Ona görə ki, bu müharibə əgər böyüsəydi, İsrail kiçik ölkə olmasına baxmayaraq onun əlində atom silahı var. İran da həddən ziyadə böyük ölkədir. Təsəvvür edin ki, İsraildən 75 dəfə böyükdür. İsrailin 22 min kvadrat kilometr ərazisi var. İranın 1 milyon 648 min kilometrdir. İsrailin 9 milyon əhalisi var. Deməli, İranın 90 milyondan yuxarı əhalisi var. Yəni bu potensial qarşı-qarşıya gəldikdə çox ölümcül bir müharibəyə çevrilə bilərdi və bu yanğı mütləq şəkildə bu qonşulara təsir edə bilərdi. Bundan başqa hətta keçməsə belə, tutalım bizim Naxçıvana gediş-gəlişimiz var, bizim Bəndər-Abbasdan gələn ərzağımız var, digər mallarımız da və sair bütün bunlar hamısı istər və siz təsəvvür edin, o dövrdə yaxın ərəb ölkələrindən üzü belə Bakıya hamı hardansa fırlanıb şərqdən, nə bilim, bu tərəfdən gəlirdi. Yəni çətin bir nizam pozulmuşdu. Təbii ki, bu olmazdı. Və mən belə gəlir ki, elə ən udan elə bütün dünyanın sadə xalqları olubdu. Gəlirik o birisi məsələ ki, təbii ki, hər iki tərəf özü üçün, öz xalqı üçün öz hesabat verməlidir, öz və simasını qorumalıdır. Burada mən düşünürəm, bəzən də məndən razılaşmayanlar olur. Çünki bizim ölkəmizdə əsasən mətbuat ilk gündən mən deyərdim ki, əksəriyyəti bir tərəfli mövqedir. Ümumiyyətlə, ekspert cəmiyyəsi, mətbuat cəmiyyəsi hər tərəfli şəkildə, siz bunu peşəkar jurnalist kimi yaxşı bilirsiniz. 2 nəfər dəvət edirsə, birinə 10 dəqiqə söz verib, birinə 1 dəqiqə vermirsiniz ki, hər iki tərəfi dinləyirsiniz. Hər iki tərəf dinlənilməlidir. Hər iki tərəfin ekspertləri, hər iki tərəfin ümumiyyətlə, ekspertiza belədir ki, o tərəf tutmamalıdır. Mən də daima buna çalışdım, amma nədənsə ilk bu yöndə məni dəvət edib sual verən siz oldu. Xoşlarına gəlmirdi mənim yazılarım və məni kimi bir neçə peşəkar, hansı ki, bugün azdan çox olanların ki, balam baş verənlər budur. Bundan siz niyə əndişələnirsiniz? Məsələ buradadır ki, baxmayaraq ki, bu ölkələr arasında dəfələrlə atışmalar falanlar olmuşdu. Son dövrdə də o raket bir-birinə duel olmuşdu. Amma bu şəkildə bunun olması təbii ki, belə geniş şəkildə olmamışdı. Və bu axşamdan İsrail tərəfi deməli, eyni zamanda həm də Massadın özünün İran daxilində olan o agentura şəbəkəsi çox böyük iş gördü. Dediyiniz kimi neçə general və mən ən çox təsir edən general təbii ki, əgər öz yatağında öldürülürsə, o buna elə doğrudan da layiqdir. Niyə görə layiqdir? Çünki həmin anda müharibə zonasında, öz bunkerində, kabinetində olmalıdır. Əgər kəşfiyyat rəisi öldürülürsə, bu onun qeyri-peşəkarlığının nəticəsidir. Mən belə düşünürəm. Başa düşürsünüz? Əgər öz ailəni, özünü qoruya bilmirsənsə, sən bu millətin taleyini necə həll edəcəksən və digər tərəfdən də əgər onun hətta günahı deyilən kimi vardısa da, hansısa bir terrorda iştirak edibsə də, onun ailəsinin günahı yoxdur. O özü tək başına bu cəzanı çəkməlidir. Bir də o müharibə dövründə olmalıdır. Mənim aləmdə əgər sən insanlar yaşayan yerə, apartamanda atəş tutursansa, orada tək o yaşamıraq. Ondan başqa insanlar da ziyan çəkə bilər. Və bu belə davam etdikdə hamı düşünürdü ki, doğrudan da bu şəkildə ki, İsrail bunun üzərinə gəlir və onun PVO-su deyək də, havadan müdafiə qüvvələri müəyyən bir istiqamətdə, burada məlum oldu ki, Suriya tərəfdən vaxtı ilə bunun gəlib Suriya ərazisini bombalaması özünə bir koridor açmaqdan ötəri
imiş ki, orada nə İran qüvvəsi olmasın, nə də Suriya ordusunun qüvvələri və bütün o sahədə olan deməli havadan müdafiə qulları iflic etməsi içəridən onlar iflic olunur. Necə ki, Ukrayna eləmişdi PUA-lar vasitəsilə. İflic olunması və onun bombardman olması təbii ki, belə bir ilk əvvəldə təəssürat yaratdı ki, doğrudan da İslam rejimi çökdü. Amma ondan bir 8 saat sonra yenidən deməli toparlanma və öldürülən generalların yerinə yenilərin təyin olunması və çox böyük tutumlu iri həcmli raketlərin deməli İsrail ərazisi bombalanması göstərir ki, yox artıq qarşılıq verilir və